Həmişə valideynimlə çıxmışam, yəni anamla gedib gəzmişəm, amma araba alandan sonra özüm sərbəst gedirəm. Yəni heç kimə möhtac deyiləm, şükür. Özümə çox qapanan insan olmuşam 30 yaşıma kimi. O qədər özümə qapanan olmuşam ki, yəni heç kimə dərdimi, sərimi paylaşan olmamışam. Amma 2015-ci ildə bir saylı peşə və reabilitasiya mərkəzinə gələndən sonra, yəni anam dedi, gəldim ora. Ondan sonra mən özümü tapdım. Toxuduğu hər ilmədə bir ümid, hər naxışda bir hekayə gizlənir. Söhbət uşaqlıqdan əlilliyi olsa da, həyat eşqini heç vaxt itirməyən istedadlı xalçaçı Samirə Əliyevadan gedir. O, ipə sapa yalnız xalça toxumaq üçün deyil, həm də arzularını həyata keçirmək üçün sarılıb. Peşələrə baxdım, dərziyə girdim, marağımı çəkmədi. Xalçaya girəndə isə gördüm biri esket çəkir, biri xalça toxuyur. O qədər mənim marağımı çəkdi ki. Atama zəng vurdum, dedim ki, ata, bəs mən xalçaçı olmaq istəyirəm. Deyir ki, həvəsim var, dedim, hə, dedi, halal olsun, get toxu. Bəs mən onunla da başladım xalça toxumağa. İlk anlarda adam həyəcan keçirdir, alınlar, alınmaz. O naxışı mən vura biləcəm ya yox. Amma naxış hər dəfə üst-üstə gələndə çox sevinirdim, həqiqətən də. Mənə hətta deyirdilər ki, sən əvvəl xalça toxumursan, bizi avladırsan. Deyirdim, yox, mən xalça toxumamışam. Samirə incə zövqü, səbr və əzmi ilə ənənəvi Azərbaycan xalçaçılıq sənətini yaşadır, hər ilməsində öz ruhunu, iç dünyasını canlandırır. Əl işləri təkcə gözəlliyi ilə deyil, həm də bu sənətə olan sevgisi və mübarizə ruhu ilə seçilir. Xalçaçılıq mənə gözəllik verdi. Xalçaya baxanda sakitləşirəm, xalçaya baxanda zövq alıram, həyata baxışım dəyişir. Hər ilməsi bir dünyadır mənim üçün. Hazırda Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində bu sənətin sirlərinə daha dərindən yiyələnən müsahibimiz gələcəklə bağlı planlarını bizimlə bölüşdü. Buranı qutarım, Allahın köməkliyi. Gedim hardasa işləyim, mən də müəllim olum. Mən də hansı bir uşaqları öyrədim, özüm kimi uşaqları, nə bilim. Çünki elə valideynlər var ki, uşaqları evə qapadırlar. Mən onu istəmirəm. İstəyirəm ki, onlar da çölə çıxsın, onlar da bir aktiv olsun. O, bir vaxtlar imkansız görünən xəyallarını rənglərlə toxuyaraq gerçəyə çevirib. Samirənin uğur hekayəsi sübut edir ki, əlillik heç bir işimizə əngəl ola bilməz.